Əziz izləyicilər, gördüyünüz bunlar lal ördək balalarıdır. Krasnodar var, ondan sonra zümrüt var, macar sortu var, bozlar. Yəni kim istəyir, bunlar satılır Gəncə şəhərində. Qaralar, zümrütlər belə deyək, bazarda adi o başı ağ olanlar 4.50-dir. Mən bunları bu sortu 4-dən verirəm. Qırmızı ilə bozlar isə 6 manatdan, hətta onları bazarda 8-ə, Bakıda belə 10-a verirlər. Yəni mən 6-dan verirəm. Belə deyək. Gəncədə, Gəncəyə yaxın rayonlarda Göygöl, Xanlar da, yəni Daşkəsən, Samux, Şəmkir, Goranboy yaxın yerlərdən kim istəsə gəlib götürə bilər. Həmçinin Gəncənin özündən. Yəni gözəl balalardır. 17 dənə burada çıxıbdı, 21 dənə qoymuşdum. 17-si çıxıb 4-ü sonra qoydum. Ona görə biraz belə deyək gecikirlər. İnşallah onlar da çıxacaqdır. Gələn həftənin axırına kimi onlar da bəlkə çıxar. Yəni kim istəyir yazsın. Çünki mən qoyuram, ondan sonra şey eləyirlər ki, belə deyək, yazırlar ki, ördəklər satılandan sonra hardadır, nədir, gələk götürək, ördəklər də satılır. Yəni kim istəyir vaxtında gəlsin, götürsün bu ördəklərdən. Yəni bax belə. Burada nə gözəli var. Nereye olacak şöylesine bakın. Çok güzel sorttu. O üzü zatta karadı. Belə. Ana da bura cirifti. Ana o birisinin yanına cirifti. Çəkiliş edirdim. İndi qoy. Baxıcı səs eləsələr gələcəkdir ana. Vurnuxur. Gəl bu üzə, gəl. Gəlir bax. Anası. Anaları gəldi, göydən gördəkdir. Yemək istəyirlər. Belə, ana da gəldi, artıq videomuzu yekunlaşdıraq. Bu qədər. Hər kəsə təşəkkürlər. Cümlədə mutlaq olmadı ki. Teşekkürler. Sağ olun. Salamat kalın.